Herkese salam. Bugün 1. sınıf Azərbaycan dili 1. hissə səhifə 14-dən 12-yə qədər işləyəcək. Ondan başlayaq. Ama ondan önce kanalıma like atmayı, abone olmayı, yorum yapmayı, paylaşmayı unutmayın. Səhifə 4-də sadəcə hər bir səhifədə nə mövzu olduğunu yazır. Səhifə 5'te kitabınızla tanış olaq var. Burada kitabdaki hər şeyi başa salır. Məsələn, söz boğçası nədir? Söz boğçası mövzu ilə bağlı yeni sözlər öyrənməyə kömək edir. Sözlərin yazılışı, sözlərin düzgün yazılışı, sünxət hərfləri və sözlərin sükun dolmalarına uyğun yazılışı, bunları bilməlik, dil qaydaları və nitq bacarıqları ilə ümumi anlayışlar. 1. Ailə və məktəb. Suallara cavab verməklə şəkillər üzrə danışın. Sizcə baba ilə nənə Ramini nə üçün təbrik edirlər? Burada gördüyünüz kimi 9-cu ayın 14'ü, yəni sentyabrın 14'ü nənəsi ilə babası əlində bir hədiyyə ilə Raminin evinə gəldilər. Bunun səbəbi isə gördüyünüz kimi Raminin anası çantaya hansı əşyaları yığırlar? Məktəb əşyaları. Raminin ilk məktəb günüdür. Ramin və atası nə edirlər? Hərfləri və yaxud rəqəmləri ilk dəfə öyrənirlər. Mənim ailəm. Bunları bilmədik. Səs, hərf, söz. Hərflər R, A, M, I, N, söz Ramin. Böyük hərf, kiçik hərf. A, R, Z, N, B. Bunu xəttə işləməliyik. Hərfləri xatırlayaq. Ana, baba, nənə, Zəhra, ata, Ramin. Ana A ilə başlayır, baba B ilə başlayır, nənə N ilə başlayır, Zəhra Z ilə başlayır, ata A ilə başlayır, Ramin R ilə başlayır. Aşağıdakı kimlərin şəkli verilmiştir. Onların adlarını ilk hərfləri ilə uyğunlaşdırın. Deməli, ana A ile başlayır, Ramin R ile başlayır, nənə N ile başlayır, baba ise B ile başlayır. Sözləri oxuyun. An, ana, banan, bazar, bar, ambar, ara, araba, nar, anar. Şəkildəki varlıqların adlarını deyin. Seçilmiş hərfləri səsləndirin. Ev, ərik, soğan, şir, fənər, inək və arı. Ev E ile başlayır. Ərik Ə ile başlayır. Soğan S ile başlayır. Şir Ş ile başlayır. Fənər F ile başlayır. İnək İ ile başlayır. Arı I ile bitir. Böyük hərf E, Ə, S, Ş, F. Kiçik hərf. Sözləri çatışmayan hərfi tapın. Birinci şəkildə ilandır. İ hərfini verilməmişdi. İkinci şəkil sıçan verilib. S hərfi verilməmişdi. Üçüncü şəkildə ayı verilib. I hərfi verilməmişdi. Dördüncü şəkildə eynək verilib. E hərfi verilməmişdi. Beşinci şəkildə fil verilib. F hərfi verilməmişdi. Altıncı şəkildə əlcək verilib. Ə hərfi verilməmişdi. Sünxət. A hərfinin digər hərflərlə birləşməsinə baxın. Ana, nar, anar. Ana, A hərfi bir ən başda, bir də ən sonda verilib. Nar sözündə A hərfi ortada verilib. Anar sözündə A hərfi birinci və ortada verilib. Sözləri oxuyun. Bunu siz özünüz oxuyacaqsınız. Şəkildəki varlıqların adlarını qeyd edin. Seçilmiş hərfləri səsləndirin. Böyük hərf, kiçik hərf. L, O, Ö, T, C, H. Limon L ilə başlayır. Odun O ilə başlayır. Ördək Ö ilə başlayır. Turp T ilə başlayır. Cücə C ilə başlayır. Həkim H ilə başlayır. Şəkillərin verilmiş sözlərini oxuyun. Onların ilk hərfinə görə uyğunlaşdırın. Cəlal. Cəlal C hərfinə başlayır. İkinci sətirdə C ilə başlayan corabdır. Deməli, Cəlal sözü coraba uyğunlaşır. Lalə. Lalə sözü L ilə başlayır. İkinci sətirdə L ilə başlayan lentdir. Deməli, lalə lentə uyğunlaşır. Tahir T ilə başlayır. İkinci sətirdə T ilə başlayan telefondur. Deməli, Tahir T ilə, yəni telefonla uyğunlaşır. N hərfinin
Digər hərflərə birləşməsinə baxın. Nağıl, köynək, nigar. Nağıl sözündə n hərfi birinci gəlir. Köynək sözündə n hərfi dördüncü gəlir. Nigar sözündə n hərfi birinci gəlir. Sözləri oxuyun. Bunu sizə deyəcəksiniz. Məktəb bazarlığı. Şəkildə gördükləriniz barədə danışın. Bəs siz məktəb bazarlığını kiminlə getmişdiniz? Bu şifahidir. Sizə öz suallarınızı verir, öz fikirlərinizi sizdən soruşur. Bunu özünüz etməlisiniz. Çantanızı seçərkən nəyə diqqət etdiniz? Alışveriş üçün valideynlərinizə necə təşəkkür etdiniz? Ramin marketdə nə alıb? Seçilmiş hərfləri səsləndirin. Çanta Ç ilə başlayır. Dəftər D ilə başlayır. Kitab K ilə başlayır. Xətkeş X ilə başlayır. Qələm G ilə başlayır. Marker M ilə başlayır. Pozan P ilə başlayır.